Batumda 15 yaşa qədər boksçular arasında keçirilən Gürcüstan çempionatında Marneolinin idman məktəbinin yetirmələri uğurla yarışaraq 3 bürünc medal qazanıblar. Medal qazananlar Aren Şahsuvaryan, Quca Toroşelidze və Anano Şubitidzedir. Anano Şubitidzenin də medal qazanması xüsusilə təqdirə layiqdir. Çünki bu addım Marneolidə qızlarda idmana maraq yaranmasına səbəb ola biləcək amildir. 66 kiloqram çəki dərəcəsində yarışdım, 3-cü yeri tutdum. Gələcəkdə də bu nəticəni daha da yaxşılaşdırmağa çalışacağam. Batum şəhərində yeniyetmə boksçular arasında Gürcüstan birinciliyi keçirildi. Bizim komandamız özünü çox gözəl nümayiş etdirdi. 3 mükafatlı yer aldılar. Əməkdaşlarımıza zəhmətlərinə görə təşəkkür edirəm. Gələcəkdə daha yaxşı nəticələr əldə edəcəyik. Məktəbimizdə uğurlu və perspektivli gənclərin yetişməsi təqdirə layiqdir. Gürcüstan çempionatından 3 bürünc medalla döndülər. Onlardan birinin sahibi qızdır və bu məni çox sevindirir. Bilirsiniz ki, bizim məqsədlərimizdən biri də qızları idmana cəlb etməkdir. Qaliblər öz yaş qruplarında Gürcüstan yığmasına üzv oldular. Bu da bizim üçün sevindirici haldır.